Sizcə bu üç əşya arasında nə əlaqə var? Burada videonu saxlayın, şərhlərə ehtimallarınızı yazın, sonra davam eləyək. Hər iki əşya üçüncü əşyanın adını formalaşdırır. Pomada, mən bunun şərəfinə bugün çox al rəngdə pomada çəkmişəm. Pomada sözü pomodoro hissələrindən ibarətdir. Və bu iki əşyanın da bir-biri ilə əlaqəsi nədir? Bunların üçünün də adı qədim Latın dilində pomum sözünə gedib çıxır. O da alma deməkdir. İlk dəfə pomidoru Avropaya gətirəndə onun rəngi sarı idi və ona görə ona pomodoro, yəni sarı alma deməyə başlayırlar. Sarı alma. Buradakı əlbəttə qırmızıdır. Sonrakı dövrlərdə qədim Romada macun düzəldirlər. Bu macunla dodağı yumşaldırmışlar və həmin macunun tərkibində də alma var imiş. Ona görə də dodağa çəkilən həmən o macun pomada, pomidorun adı isə pomodoro adlanır. Beləliklə bu üç əşyanın əlaqəsini bildik. Bugün işlətdiyimiz hər bir sözün bir tarixçəsi, bir hekayəsi var. Daha hansı sözün hekayəsini bilmək istərdiniz? Onu da şərhlərdə yazın.